Əməkdar rəssam Aslan Rüstəmov ilk azərbaycanlı medalyerlərdən biridir. Bakıda funikulyorun qarşısındakı Bəhram Gür əjdahanı öldürür adlı möhtəşəm heykəl fəvvarəni yəqin ki görmüsünüz. Əjdaha ilə döyüşən Bəhram Gürü təsvir edən kompozisiyanın ərsəyə gəlməsində əsas rollardan birini Aslan Rüstəmov oynayıb. O 1958-ci ildə Qorxmaz Sücəddinov və Albert Mustafayevlə birgə bu iş üzərində çalışıb. Əməkdar rəssam ölkəmizin tarixini, mədəniyyətini əks etdirən onlarla heykəl və xatirə lövhəsinin müəllifidir. Şamaxıda Seyid Əzim Şirvaninin Məzarüstü abidəsi, Şuşada Bülbülün ev muzeyindəki büstü, Goranboyda Xocalı faciəsi abidəsi, bunlar Aslan bəyin sənətə olan sevgisinin nümunələridir. Yeri gəlmişkən Aslan Rüstəmov həm də Ana Harayı abidəsinin hazırlanması prosesində iştirak edib. Onun əsərləri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanınıb. Rusiyanın Ulyanovsk şəhərində Nəriman Nərimanovun qırmızı mərmərdən yonulmuş heykəli, Həştərxanda Müslüm Maqamayevin büstü də məhz Aslan bəyin əl işləridir. Aslan Rüstəmovun sənətə vurğunluğu təkcə heykəltəraşlıqla məhdudlaşmırdı. O həm də Azərbaycanda medalyer sənətinin banilərindən biridir. Medalyer medalları hazırlayan şəxsə deyilir. Aslan Rüstəmovun 1977-ci ildə Budapeştdə keçirilən Ümumdünya Medalyer sərgisində Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı böyük maraq doğurmuş və beynəlxalq kataloqa salınmışdı. Onun medalları Rusiyadan Almaniyaya, Macarıstandan Türkiyəyə qədər müxtəlif muzeylərin daimi kolleksiyalarına daxil edilib.